Salam, Real intervyu efirdədir və Real komandası olaraq işimizi davam etdiririk. Bəli, Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən zirvə görüşünü təhlil edirik və bir daha xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşünün işində iştirak etdi və nitq söylədi və elə həmsöhbətimiz siyasi şərhçi Mübariz Göyüşovla məhz bu nitqin əsas istiqamətlərini müzakirə edəcəyik. Mübariz müəllim, xoş gəlmisiniz. Salamlayıram, hər vaxtınız xeyir olsun. Mübariz müəllim, deməli, Cənab Prezidentin nitqi qısa olsa da çox vacib aspektləri özündə birləşdirirdi. Xüsusilə demək, əlaqələrdən Cənab Prezident danışdı. Nəzərə alaq ki, Tacikistan ev sahibi kimi estafeti, demək, sədrlik kürsüsünü Türkmənistana verirdi. Amma Prezident Tacikistanla əlaqələrin əhəmiyyətini vurğuladı. Gəlin, MDB çərçivəsində Azərbaycanın iki tərəfli əlaqələrindən danışaq. Digər ölkələrlə, burada Mərkəzi Asiya faktoru var, Türk coğrafiyası var, eyni zamanda ümumilikdə MDB faktoru var və bugün Azərbaycan MDB-yə üzv olan ölkələrlə iki tərəfli münasibətləri hansı səviyyəyə qaldırıb? Təşəkkür edirəm, bir daha salamlayıram. Mən hesab edirəm ki, Azərbaycanın Ermənistana çıxmaq şərti ilə Rusiya, Belarus da daxil, Mərkəzi Asiya ölkələri ilə iki tərəfli çox sıx münasibətləri var. İqtisadi, siyasi, mədəni, bir sıra ölkələrlə hərbi müstəvidə, təhsil və s. istiqamətlərdə çox sıx əməkdaşlığı var və qeyd edeyim ki, Azərbaycan bu iki tərəfli münasibətlərdə də çox sadiq və etibarlı bir tərəfdaş kimi, partnyor kimi, müttəfiq kimi də çıxış edir. Mən hesab edirəm ki, MDB çərçivəsi də həm bu iki tərəfli əlaqələrə bir baxış keçirmək anlamında, həm gələcəkdə bu əlaqələri daha da genişləndirmək anlamında müəyyən bir çalışmaları və fəaliyyətləri gerçəkləşdirmək mümkün ola bilən bir platformadır. Hərgah mən MDB ilə bağlı deyim ki, Türk Dövlətləri Təşkilatı ilə müqayisədə MDB-nin və onun gələcəyi ilə bağlı o qədər də müsbət proqnozlu fikirlərdə deyiləm. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı platforması daha perspektivli bir platforma kimi çıxış etməkdədir. Amma MDB-nin yeni bir aktor kimi artıq tamamilə doğrudur və Cənab Prezident də bu məsələni çox yüksək səviyyədə təqdim etdi Türk Dövlətləri Təşkilatının toplantısında. Amma MDB də bir platformadır və Azərbaycan qeyd etdiyim kimi Ermənistana çıxmaq şərti ilə, xüsusən də Mərkəzi Asiya ölkələri ilə çox sıx işbirliyi həyata keçirməkdədir. Mən qeyd edeyim ki, bizim Rusiya ilə münasibətlərimizin bu bir neçə ay ərzində bir gərgin situasiyasında da belə Azərbaycanın Rusiya ilə də çalışmaları, iqtisadi münasibətləri və digər məsələləri normal qaydasında templə davam edirdi. Bu onu göstərdi ki, biz düşmənçilik etmək fikrindən uzaq bir dövlətik. Yəni bizim tələbimiz və istəyimiz konkret ortada bəllidir. Burada Belarus dövlətini də biz qeyd edə bilərik. Azərbaycan Belarus dövləti ilə bu artıq Avropa hissəsidir. Çox sıx əməkdaşlığı mövcuddur. Hətta Rusiya ilə münasibətlər gərgin olduğu situasiyanın özündə belə biz Belarusla münasibətlərimizi yüksək səviyyədə saxladıq, davam elədik. Və hər zaman da Belarus Mərkəzi Asiya ölkələrinin hamısı müsəlman ölkələrdir. Böyük bir qismi Türk ölkələridir. İndi deyə bilərlər ki, onlar tərəfkeşlik edib, sizi müdafiə ediblər Azərbaycan. Amma Belarus, yəni Avropada özünüz qeyd elədiniz, yerləşən bir ölkə olaraq hər zaman Azərbaycanın haqq işini, Qarabağ artıq tarix olmuş Qarabağ problemində Azərbaycan haqq işini müdafiə etmiş bir dövlət olubdur. Hətta elə toplantı olub ki, orada Paşinyanla Lukashenkonun bu məsələdə münasibətlərində də, belə müzakirələrində də narahatlıq və narazılıq olubdur. Sırf Azərbaycanın haqq işini müdafiə etdiyinə görə, onlara görə biz təşəkkür edirik. Bax, belə bir etibarlı və dayanıqlı bir tərəfdaşdır Azərbaycan. Və mən düşünürəm ki, Rusiya prezidentinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə qeyd elədiyi fikirləri müsbət qiymətləndirərək qeyd etmək istərdim ki, Azərbaycan əgər MDB-də olmazsa,
bu MDB-nin dağılması prosesini sürətləndirə biləcək. Deməli, Azərbaycanın burada olması həm də bir, belə deyək, funksional və xüsusi bir əhəmiyyətə malikdir. Bir mənalı. Çox maraqlı bir argument dediniz, gəlmişkən mübarizmə. Buyurun. Bir mənalı şəkildə. Çünki müqayisə edək, Cənubi Qafqazda MDB-də təmsil olunan iki ölkə var, Azərbaycan və Ermənistan. Yəni, Ermənistanın MDB-də və digər Rusiyanın da təmsil olunduğu qurumlardakı iştirakına fikir veririk. Yəni, kobud da olsa səsləndirməliyim, çox sürüşkən bir şəkildə davranış nümayiş etdirilir. Azərbaycan nə edir? Azərbaycan indiyə qədər MDB-nin elə davam etməsində təklifləri ilə, davranışları ilə, töhvələri ilə çox ciddi şəkildə bu prosesdə rol alıbdır. Bu mənada mən hesab edirəm ki, başda Rusiya dövləti olmaqla MDB-nin yaşamasını, qalmasını istəyən dövlətlər, o üzvü olan dövlətlər, Belarus daxil, Azərbaycan faktorunu bundan sonra daha da ciddiyə almalı olacaqlar, almalıdırlar da və Azərbaycan prezidenti İlham Əliyev faktoru istər MDB-də, istər dünyada çox ciddi bir faktordur. Bundan artıq bu faktorla hesablaşmalıdırlar. Həm də ona görə ki, qeyd etdiyim kimi, MDB-nin əgər daha bir müddətdə davam etməsində maraqlıdırlarsa, özdə əməkdaşlıq ruhunda davam etməsi. Yəni, davam etməsi bir neçə cür ola bilər. Rusiyanın hakim rolunda çıxış etməsi ilə bununla heç kimsə razılaşacaq. Bərabər hüquqlu üzvlük şərtləri olmalı, təmin olunmalıdır. Bir mənalı. Əməkdaşlıq ruhu, bərabər hüquqlu tərəfdaşlıq ruhu və mehriban qonşuluq ruhu. Bu şəkildə, yəni bir platformadır və hər gəh bir daha təkrar edirəm ki, gələcək perspektivi ilə bağlı o qədər də mən ümidli deyiləm. Bu da daha çox Rusiyanın son bir neçə ayda xüsusən söhbət məhz Azərbaycandan da getmir. Əlbəttə, Azərbaycan məsələsi önəmlidir, amma Rusiyanın ümumiyyətlə qonşularla münasibətlərdə daha korrekt davranma ehtiyacını artıq biz hamımız hiss edirik. Muaz müəllim, elə bax bu baxımdan sonuncu zirvə görüşündə bizim müşahidə etdiyimiz, yəni biz də həmin tədbirdə idik, müşahidə etdiklərimizdən biri də bu oldu ki, MDB özü islahatlara getmək istəyir və MDB plus formatının yaradılması artıq bir zərurətə çevrilib. Orada səslənən fikirlərə və sənədlərdə öz əksini tapmış demək, müddəalara əsasən demək olar. Yəni, xatirinizdə bir neçə vaxt bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən zirvə görüşündə artıq Şanxay Plus formatı tətbiq olundu. Və bu baxımdan da MDB Plus formatının, eləcə də deməli BRICS formatında da biz bunun şahidi olduq. MDB-də də eyni formatın tətbiq olunması, hətta belə fikirlər var ki, Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçilik statusu verilsin. Çünki bəzi ölkələr, Rusiyanın özü, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatında qurucularından biridir, üzvüdür, müstəqil dövlətlər birinin də eləcə. Və marağı olan ölkələr, yəni MDB coğrafiyasına daxil olmayan, amma bu ölkələrlə iki tərəfli əlaqələr olan və bu coğrafiyaya maraq göstərən ölkələr artıq müşahidəçi statusunu alsınlar. Bax, belə olan halda Müstəqil Dövlətlər Birliyini nə gözləyir və yenə də istəyərdim ki, bunu şərh edərkən Azərbaycan faktorunu unutmayaq. Bəli. Biz Azərbaycan faktorunu unutmaq istəsək də ki... Yəni, bunu mütləq xatırlatmalıyıq bu baxımdan. MDB-də bunun əsaslı və bir faktor olduğu bir mənalı şəkildə artıq qəbul olunubdur. MDB plus formatının MDB-nin gələcək inkişaf perspektivlərini bir qədər genişləndirmək, bir qədər daha nizama salmaq məqsədi güddüyü aydındır. Və artıq zaman çatıb ki, 30 il, 35 il əvvəlki durum deyil. Yəni, MDB anlayışı keçmiş ancaq SSR... Zaman özü dəyişir əslində bu formata görə. Yəni, keçmiş SSR məkanına aid olmaqdan bu məsələni çıxartmaq olar. İndi MDB plus formatında hansı ölkələr təmsil olunacaq? Yəqin ki, bu açıqlanar gedişatda, gələcəkdə. Bu, hazırki əməkdaşlıq ruhu ilə davam edərək MDB plus formatında da yeni ölkələri cəlb etməyin mən düşünürəm ki, bir ziyanı yoxdur. Yəni, bu nə qədər sağlam siyasi, iqtisadi, ticari münasibətlər üzərindən məsələlər davam edərsə, o qədər də hamı üçün faydalı məqamlar ortaya çıxa bilər. Yəni, məsələn, deyək ki, Azərbaycanla Rusiya arasında siyasi gərginliyin olması
heç bir ölkəyə lazım deyil bu məsələ. Biz çalışmalıyıq ki, Rusiyaya aiddir bu həm də daha çox. İqtisadi münasibətlər, ticari münasibətlər artan formatdayıq. Çünki bizim böyük bir qonşuluq sərhəddimiz var. Yeni qoşulacaq MDB plus formatında yeni qoşulacaq ölkələrlə də mən düşünürəm ki, bu məsələləri, bu məqamları nəzərdə saxlamaq olar. Bir daha təkrar edirəm ki, burada hər hansısa bir dövlətin bir hegemonluğunu düşünərək bu məsələlər ola bilməz. Aynen, bu iki şərt də aydındır əlbəttə. Bəli. Və mən hesab edirəm ki, artıq bu məsələ böyük ehtimalla da həll olunduğu üçün elə Azərbaycanın da razılığı ilə MDB plus formatı ilə bağlı məsələ çıxıb ortaya artıqdır. Və siz Şanxay Əməkdaşlıq Təşkilatının BRICS-i çox doğru olaraq qeyd elədiniz və təşəkkür edirəm ki, siz həm də toplantıda olduğunuz üçün yəni bir fikrinizi, təcrübənizi bölüşdünüz. Yəni müşahidə etdiklərimiz idi. Bəli. Türk Dövlətləri Təşkilatının da bu proseslərə hesab edirəm ki, çox ciddi şəkildə, məsələn, MDB plus formatının formalaşmasına çox ciddi şəkildə təsiri var. Türk Dövlətləri Təşkilatının 10 il əvvəl Rusiya daxil dövlətlər o qədər də ciddiyə almaya bilərdilər. Amma artıq bu inkişaf tempi elə bir formada gedir ki, mən düşünürəm ki, gələcəkdə Rusiyanın özü də Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda bir üzv kimi təmsil oluna bilər. Niyə də olmasın? Yəni tərkibində çox saylı türk xalqlarını və müxtar türk qurumlarını birləşdirir. Var, bəli. Bu mənada mən hesab edirəm ki, bax bu cür hədəflərlə yürümək olar. Amma məsələn, deyək ki, indi bu Rusiyada müəyyən o erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında olan hərbi siyasi dairələr var. Bunlar da təsir göstərir hökumət. Təsir göstərirlər, bəli. Media təsir göstərilir, media əllərində demək olar. Bir mənalı. Və burada nə ortaya çıxır? Burada Rusiyanın maraqlarını qorumaq məsələsi çıxmır ortaya. Burada əksinə Rusiyanı sən qonşularla, xüsusən Azərbaycanla düşmən etməyə çalışmaqla həm də Rusiyaya böyük bir zərbə vurmuş olursun. Yəni bu məsələlərin nəzərə alınması və nəzərə alınacağını da mən inanıram. Aha, çox maraqlı bir məqama toxundunuz. Ermənipərəst dairələrin bir mənalı şəkildə Azərbaycanla Rusiya arasındakı münasibətlərin korlanmasına, yəni vəziyyətin daha da kritik həddə çatdırılması məqsədlərinin ifşası. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş keçirildi və bu Müstəqil Dövlətlər Birliyi, Dövlət Başçıları Şurasının zirvə toplantısı ərəfəsində ən çox diqqəti çəkən məqamlardan idi. Dünya mediası belə izləyirdi. Yəni özünüz də bunun şahidi oldunuz. Bu baxımdan Mübariz müəllim, bax bizim Rusiyadan gözləntilərimiz müəyyən qədər səsləndi təbii. Prezident Putin təyyarə qəzası ilə bağlı, təyyarə faciəsi ilə bağlı detallara aydınlıq gətirdi. Amma bizim gözləntilərimiz var. Yenə də var və təbii ki, bütün bunlara baxmayaraq münasibətlər normallaşmağa doğru gedir və bu regionun xeyrinədir. Bax, istəyəcək bu kontekstdən yanaşaq ki, zirvə görüşündən bir gün əvvəl artıq təşkilatın iki dövlət rəhbəri arasında bax, bu cür görüş keçirilir və vəziyyətin normallaşdığı elan olunur. Amma Azərbaycanın da mövqeyi bir mənalı şəkildə bu son bir ildə, bir ilə yaxın müddətdə dəyişmədi. Bəli. Azərbaycanın nə mövqeyi, nə fikri, nə də tələbi dəyişmədi və bugün də dəyişməyibdir. Mən açıq qeyd edeyim ki, Rusiya prezidenti Vladimir Putinin neçə illik böyük bir dövlət idarə etmə təcrübəsi olan bir nəhəng siyasətçinin fikirləri qismən qane edici kimi görürəm. Və mən düşünürəm ki, bunu bu aylar ərzində də uzatmağa gərək yox idi. Yəni bunu ilkin dövrdən bu fikirləri Putin gündəmə gətirə bilərdi, səsləndirə bilərdi. Burada da Azərbaycandan nümunə götürmək olar. Biz 44 günlük müharibənin sonunda səhv etmirəmsəm Naxçıvan ərazisinə yaxın yerdə səhvən Rus helikopteri Azərbaycan ordusu tərəfindən səhvən, yəni yanlışlıqla vurmuş və Azərbaycan prezidenti də bunu səsləndirdi. Biz dərhal üzrxahlıq etdik, kompensasiya da ödədik və başsağlığımızı da çatdırdıq tərəflərə. Bu başqa bir hadisə də olmuşdu və Azərbaycan burada hər zaman göstərməli olduğu münasibəti göstərmişdi. Amma biz qonşumuzdan və həm də strateji müttəfiqimiz sayılan Rusiyadan bu şəkildə münasibəti gözləmirdik. Heç Azərbaycan da ona layiq bir dövlət deyildi. Və biz bunu izah etməyə çalışdıq və izah etdik. Bu aylar ərzində məqsəd, niyyət bu idi.
bir daha cənab prezidentdən sitat gətirmək istəyirəm. Bəli. Biz hesab etmirik ki, bu təyyarə bilərəkdən vurulub Rusiya üzərində. Əvvəldən bizim mövqeyimiz bu idi əslində. Yanlışlıq olub, bilməyərəkdən olub, amma bu hadisə olubdur və bunu da Rusiya tərəfi törədibdir. Məsələ bu qədər sadə və bəsit idi. Bunu bu qədər aylar ərzində uzatmaq, mən hesab edirəm ki, Putin ətrafında olan həmin o ermənipərəst qüvvələrin təsiri altında olan məsləhətçilərmi, müşavirlərmi təqdim etdikləri planlar və məsələlər də bax bu cür situasiyanı yaratdı. Bizim gözləntimiz dəyişməyibdir, tələbimiz də dəyişməyibdir. Üzrxahlıq məsələsidir. Putin bunu gündəmə gətirdi. Kompensasiya ödənilməsi məsələsidir və həlak olanlara təbii ki, Rusiya tərəfi başsağlığını çatdırmalıdır. Və başqa bir məqamla, biz bu gözləntidə olduğumuz halda Rusiyada hansı hadisələr baş verdi? Azərbaycanlılara qarşı, soydaşlarımıza qarşı çox böyük təəssüf istəyirəm, mən izlədim. Bəli, çox böyük rəftarın şahidi olduq. Yəni bu da əslində bir növ Rusiyanın müvafiq strukturlarına, təbii görüşdən gedir, dövlət başçılarının görüşü Rusiyanın müvafiq strukturlarına bir siqnal olmalıdır. Əlbəttə. Mən hesab edirəm ki, özü də Azərbaycan diasporu Rusiyada, mən hesab edirəm ki, oradakı, indi Rusiya çox millətli bir dövlətdir. Rus millətindən sonra, bəlkə də Rus millətinin özü qədər Rusiya dövlətinə, dövlətçiliyinə xeyir vermiş, fayda vermiş və sadiq olan bir toplumdur. Yəni, belə bir toplumu onun iqtisadi, ticarət, təhsil, hər bir sahəsində, özü də bizi birləşdirən təkcə 30 il, 20 il, 50 illik məsələ deyil, 200 illik, 250 ilə yaxın olan bir müddətdəki münasibətlərdir. Qonşu xalqlar olduğumuz üçün bu təbii qaçılmaz bir faktordur. Mən düşünürəm ki, gələcək perspektiv üçün bu mütləq nəzərə alınmalıdır. Azərbaycanlılara qarşı olan o ayrı-seçkilik məsələləri də aradan qalxmalıdır. Diasporaya qarşı olan ayrı-seçkilik məsələsində aradan. Artıq prezidentlər arasındakı bu polemika, siz çox doğru qeyd elədiniz, Rusiyanın aidiyyəti qurumları üçün bir siqnal olmalıdır. Hansı səhv addımları atmışıq, nələri düzəltməyin artıq zamanı yetişib. Tamamilə doğrudur. İndi başqa bir məsələyə toxunmaq istəyirdim. Artıq bu polemikadan sonra mən Simonyanların, Solovyovların, Zatulinlərin davranışını görmək istərdim. Yəni, bu aylar ərzində Azərbaycana qarşı o göstərdikləri o zəhərli fikirlərin indi nə oldu məsələləri. Mən səhv etmirəmsə Zatulinin açıqlamasına rast gəldim və yenə də çox təəssüf elədim ki, yəni birbaşa olmayan belə dolayısı ilə yenə də belə anti-Azərbaycan ritorikasına köhlənmək ovqatında olan bir çıxış şahidi oldum. Mən hesab edirəm ki, bu məsələləri bitirmək lazımdır. Əgər bu məsələləri Paşinyan belə bitirməyə çalışırsa, Cənubi Qafqazda İlham Əliyev faktorunu və liderliyini qəbul eləyirsə, Zatulinlərin, Simonyanların burada dəyişə biləcəyi bir məsələlər yoxdur artıq. Mübarizə müəllim, bax, siz qeyd edirsiniz Cənubi Qafqaz faktorunda. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq Laçına yeri ayırdı. Dedi ki, Şərqi Zəngəzur və Laçın kontekstini qeyd etdi ki, məhz MDB-nin mədəniyyət paytaxtı seçildi. Azərbaycanda, yəni bu son 30 ili götürsək, yəni Laçının təbii ki, işğaldan azad olunduğu dövrə qədər olan 30 il ərzində nələrin, Ermənistan işğalı dövründə nələrin baş verdiyini biz bilirdik. Amma rəsmi qonaqlar və ümumiyyətlə oranı ziyarət edənlər, MDB-dən gələnlər gəlib gördülər ki, Laçında 30 illik işğaldan sonra çox qısa müddətə nələr dəyişib. Bax, siz qeyd edirsiniz Azərbaycanın MDB-dəki rolu. Əslində elə prezident bunu bu çıxışında bax, bu mesajları ötürür MDB demək dövlət başçılarına. Doğrudur, çox doğru qeyd edirsiniz və Azərbaycan bir neçə gün bundan əvvəl MDB oyunlarını həm də yekunlaşdırdı. Gəncə şəhəri və ətraf ərazilərdə biz çox gözəl bir yüksək təşkilatçılıqla, yüksək idman mədəniyyəti ilə, əsl Azərbaycan qonaqpərvərliyi ilə biz bu işi başladıq və yekunlaşdırdıq. Bu özü MDB-nin birliyinə töhfə deyilmi? Çox gözəl bir töhfədir. Başqa hansı addımlar olmalıdır? Yəni, deyək ki, Rusiyadakı həmin o ermənipərəst qüvvələr Ermənistan belə bir şəkildə təşkil edə bilərmi? Xeyr.
istəsə də edə bilməz. Çünki o keyfiyyətli çalışmalar, fəaliyyətlər onlarda ola bilməz. Elə Rusiyanın özündə olsun. Yəni mən inanmıram ki, Azərbaycan qədər bu məsələni təşkil edə bilsinlər. Laçınla bağlı çox doğru qeyd edirsiniz. Azərbaycan birincisi azad elədi torpaqlarını. Bütün Rusiyanın özündəki də o ermənipərəst qüvvələrin istəklərinə və cəhdlərinə baxmayaraq azad elədi. Özü də Qarabağ məsələsi hesab edirəm ki, iki problemdən ibarət idi. Biri 30 illik problem idisə, digəri 100 illik problem idi. Xankəndə və oradakı separatizm. Biz bunu əlimizin tərsi ilə sildik, atdıq. Tarixin arxivinə gömdük bu məsələləri və birinci də Ermənistana bunu qəbul elətdirdik. Və artıq Rusiyadakı ya Fransadakı ermənipərəst qüvvələrin heç bir argumentləri qalmayıbdı. Laçının inkişafı, digər azad olunan ərazilərin inkişafı, orada görülən işlər bir daha Azərbaycanın bu məsələdə qətiyyətini və gücünü göstərir. Barzum müəllim, təşəkkür edirik studiyamıza gəldiyinizə və şərhlərinizə görə. Minnətdarıq bir daha. Çox sağ olun. Bir daha xatırladırıq ki, oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının növbəti zirvə toplantısı keçirildi. Bu toplantının zirvə görüşünün əsas istiqamətlərini isə siyasi şərhçi Mübariz Görüşlü ilə müzakirə etdik. Salamat qalın.